Salam, mən Məmmədov Azər. Bu videoda 2025-ci il riyaziyyat test toplusundan çox üzvlülər, onların səthi və həcmi bölməsindən piramida və onun elementləri mövzusuna aid olan tapşırıqların izahını verməyə çalışacağım. Piramida və onun elementləri. Demək, oturacağı dördbucaqlı olan piramidanın neçə üzü var? Yəni, dördbucaqlı piramida götürək. Demək, neçə üzü var? Yan üzlər 4 üzü olacaq. Yəni, bir üzdə oturacaq da. Yəni, n üstə gələk 1 düsturu ilə tapılacaq say oturacaqlı, dördbucaqlı olan piramidin üzü neçə üzü var deyirsə. Demək, n üstə gələk 1 bərabərdir. n 4 bucaqlıdırsa 4 üstə gəl 1 bərabərdir 5. Yəni, E variantı. On iki bucaqlı piramidanın neçə tili var? Tillər, demək, 12-si oturacaqdadır, oturacağın tilləri. 12-si də yan tillərdir. Yəni, 24. 2n düsturu ilə tapılır. 2n bərabərdir, yəni 2 vuraq 12 bərabərdir 24. Cavab D variantı. Piramidanın 4002 tili var. Onun oturacağının neçə təpə nöqtəsi var? Əvvəlcə tillərin sayını tapaq. Tillərin sayını dedik 2n düsturu ilə tapılır piramidada. Bərabərdir, verib 4002. Bunda n. Yəni, təpə nöqtənin və yaxud bucaqların sayı və yaxud tərəflərin sayı, oturacağının, yəni, bucaqlarının sayı nə qədər olur? Demək, 2-yə bölsək, 2001. Onun oturacağının neçə təpə nöqtəsi var? Demək, 2001 dənə təpə nöqtəsi var oturacağının. C variantı. Dördbucaqlı piramidanın neçə tili var? Yəni, dedik ki, 2n düsturu ilə tapılır. Tillərin sayı 2 vuraq, demək 4 bucaqlı 4 bərabərdir 8-ə. D variantı. Düzgün tetraedrin tilinin uzunluğu 7 olarsa, bütün tillərin uzunluqları cəmini tapın. Tetraedir, yəni tilləri bərabər olan 3 bucaqlı piramidaya deyilir. Tillər bərabərdir. Yəni, bax, əgər hamısı 7-dirsə, neçə dənə tili var? 6 dənə tili var da. 2n düsturu ilə tapılsa, yəni 2 vuraq 3, 6 edir də. Yəni 7 vuraq 6 bərabər. Hər biri 7 olarsa tillər. Onda neçə olar? 42 olacaq. Cavab B variantı. Bütün tillərin uzunluqları cəmi 24 cm olan düzgün tetraedrin tilini tapın. Əgər tillərin cəmi 24-sə, tillərin sayı neçədən olur? Tetraedirdə 3 bucaqlı piramidadır da. Demək, 6 dənədir. 6-ya bölsə 24-dür. Bir tilin uzunluğunu tapmış olarıq. Bərabərdir 4. Yəni, D variantı. 15 bucaqlı piramidanın neçə üzü var? Üzlər də, demək, yan üzlər və bir dənə də oturacağın üzü də piramidada. Yan üzlər 15 dənədir, 15 yan üz, yəni o oturacağın bucaqların sayı qədər və ya təpə nöqtələri qədər yan üzlər olur. Bir də oturacağın özü də bir üzdür da, yəni olacaq necə? 15 üstə gələk 1 bərabərdir 16. Cavab olar E variantı. Piramidanın ən çoxu neçə yan tili oturacaq müstəvisinə perpendikulyar ola bilər? Ancaq bir tili, yəni biz tutaq ki, bax, bir tili ancaq perpendikulyar çəkə bilərik. Digərləri mail olacaq. Yəni bir tili, o da cavab olar D variantı. Piramida ən çoxu neçə yan üzü oturacaq müstəvisinə perpendikulyar. Üzlərdən isə ikisi ancaq perpendikulyar ola bilər.
Yəni bax göstərək. Bax tutaq ki, bax bu təpədən bir perpendikulyar çəksək, tutaq ki sol üz və onun yanındakı arxa üz. Demək, oturacağı perpendikulyar çəkib. Digər üzlər artıq yəni 200 belə bucaq əmələ gətirəcəklər. Fərqli bucaq əmələ gətirəcəklər. Yalnız oturacaq müstəvisinə perpendikulyar olar. Demək, 200. Cavab olar A. Piramidanın oturacağı katetləri 3-4 olan düzbucaqlı üçbucaqdır. Yaxşı, bu həmin o bütün yan üzlər oturacaq müstəvisi ilə 45 dərəcə bucaq əmələ gətirir. Piramidanın hündürlüyünü tapın. Burada yan üzlər deyir, oturacaq müstəvisi ilə 45 dərəcəli eyni bucaq əmələ gətirir. Bu deməkdir ki, yəni piramidada əsas, yəni məsələ nədir? O hündürlük hansı mərkəzə düşür də, hansı nöqtəyə düşür? Yan üzlər əgər eyni bucaq əmələ gətirirsə, daxilə çəkilmiş çevrənin mərkəzi olur, həmin düşdüyü nöqtə. Bax, bunu hündürlük çəksək, bax, hündürlük olur nə? Elə ki, bu üçbucağın daxilinə çevrə çəkilib, onun mərkəzi olur. Buradan bu apofem də çəksək bir dənə. Tutaq ki, sağ üzə bir dənə apofem çəkək. Apofem nə idi? Çəkilmiş perpendikulyardır tərəfə. Təpədən çəkilmiş perpendikulyardır. Bunları da birləşdirsək, bax, həmin bu üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu olur. Yəni, o burada da, bu da erdir, burada erdir, bax, burada erdir. Misal üçün, yəni, bunlar şimdi çəkilişdə belə görsə, fərqli görsənə bilər. Yəni, bunlar eynidir. Daxilə çəkilmiş çevrənin radiusudur. İndi bizdən deyirik, bura 45 dərəcədir. Yəni, apofem 90 dərəcə, bura 90, bura 90. Demək, 45 dərəcədirsə, yəni üzü belə göstərə bilirik də. 45 dərəcə, demək, təpə bucaqda 45-dir. 45 dərəcə. Yəni, R-H-a bu piramidanın hündürlüyünə bərabərdir. H nəyə bərabərdir? R-ə. Bizə də verib həmin bu üçbucaq, elə bir ki, düzbucaqlı üçbucaqdırsa bura, düzbucaq təpəsi buradırsa, tutaq ki, B təpəsidirsə, bunlar katet olur da, 3-4 veribsə, AB 3, BC 4, onda AC 5 olar da, düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu nəyə bərabərdir? Belə ki, katetləri cəmi 3 üstə gələk 4, çıxaq hipotenuz bölək 2-yə bərabərdir. 7 çıxaq 5, 2, 2-ni 2-yə böləndə 1. Demək, eri 1 tapdıq, onda elə H da 1-ə bərabərdir. Cavab olacaq D variantı. Hündürlüyü 12 cm, apofemi 13 cm düzgün dördbucaqlı piramida oturacağının perimetrini tapın. Dördbucaqlı piramidadan söhbət gedir. Nə deyir? Hündürlüyü 12 cm, apofemi 13 cm. Demək, düzgün dördbucaqlı piramida oturacaq demək kvadratdır. Apofemi indi kvadratdırsa, tillər də eyni olacaq da. Apofemi 13 cm olan düzgün dördbucaqlı oturacağın perimetrini tapın. Fərz eləyək, apofemi bir dənəsini götürək, bura deyir 13-dür. Bu mərkəz diaqonalların kəsişmə nöqtəsidir və hündürlük də düz elə o diaqonalların kəsişmə nöqtəsinə düşəcək. Əgər biz apofemlə birləşdirsək, hündürlüyü 12 verib, yəni bura bir A adlandırsaq, bu A nəyə bərabərdir? Tərəfin yarısıdır da, düz diaqonalların kəsişmə nöqtəsində kvadratda bax, diaqonallar kəsişib. Bu nöqtədə elə bu tərəfin yarısıdır da, A bölü 2.
bura qədər məsafə, yəni tərəfin yarısıdır. Və yaxud tərəf demək 2A-dır ki, o A-dır. Yaxşı, buradan piramidin oturacağı perimetrini tapın. Bu A-nı tapsaq, iki tərəfi tapmış olarıq. Yəni, düzbucaqlı üçbucaqdır. Burada 90 dərəcədir, burada 90 dərəcədir. Demək, A nəyə bərabərdir? 13, 12, 25 olacaq da, yəni ki, 13-ün kvadratı 169, çıxaq 12-nin kvadratı 144, kök altında 25, o da bərabərdir 5-ə. Yəni, yarım tərəf 5-dirsə, onda tərəf 10 olacaq da, 2 vuraq 5 bərabərdir 10. Bir tərəf 10-dursa, 4 kvadratda 4 tərəf, 4 vuraq 10 bərabərdir 40-a. A variantı. Hündürlüyü 6, apofemi 10 cm, düzgün 4 piramiddən oturacağının perimetrini tapın. Eynidir. Burada yəni o yarım tərəf 8 olacaq. A bölü 2. Tərəfi A adlandıraq. A tərəfdirsə yarım tərəf. Yəni bax buradakı kimində. Bax bura nə olacaq? Yəni deyir biri 10-dur, biri 6-dır deyəsən. O birisi 8 olacaq da. A bölü 2 8-dir, A bərabərdir 16. Tərəf 16 oldu. Oturacağın tərəfi 4 vuraq 16 bərabərdir. Yəni düzgün 4 bucaqlı deyirsə kvadrat. Demək 64. Cavab C. Üçbucaqlı DABC piramidasında DA yan teli ABC oturacaq müstəvisinə perpendikulyardır. Demək BAC 90 dərəcə. Demək belə çıxır ki, oturacaq da düzbucaqlı üçbucaqdır. Demək, bir dənə düzbucaqlı üçbucaq çəkək. Fərz eləyək ki, düzbucaq təpəsi elə buradır. Olsun belə. Yox, belə nəsə oxşamadı. Cədəyə. Aha, bu düzbucaqlı üçbucağımız düzbucaq təpəsi olsun. Demək, düzbucaq təpəsi olsun bura. Yəni BAC demək A-dır da. Demək, A təpəsindən deyir AD, DA yan tili ABC oturacaq müstəvisinə perpendikulyardır. Demək, buradan perpendikulyar qaldırılıb. Birləşdirək digər ucları. Oldu bizim bu bir tili oturacağı perpendikulyar olan piramida. DA, bura demək D'dir. Sonra nə var? AD deyir AB-yə bərabərdir və o da AC. Yəni AB AC-yə bərabərsə oturacaq bərabər yanlı üçbucaqdır. Tərəfi A adlandırsaq, AB-nin AC-ni, o həmçində A-ya bərabərdir. Bizdən deyir ki, D təpəsindən BC düz xəttinə qədər məsafəni verib. Buradan D təpəsindən yəni belə də buradan demək məsafə deyirsə çəkilmiş BC-yə çəkilmiş perpendikulyar nəzərdə tutulur da. Yəni bax bu məsafəni bizə verib neçə? 5 kök altında 6. Yəni bura bir K desək, DK-nı verib 5 kök altında 6. Aha. İndi biz A-nı K ilə birləşdirsək, yəni biz o fəzada müstəvilər, düz xətlər keçmişdik. DK maildirsə, AD də perpendikulyardır. AK da onun nədir? Proyeksiyasıdır. Demək, əgər birisi DK-ya perpendikulyardırsa, şərtə görə də BC düz xəttinə qədər məsafə. Yəni DK
perpendikulyardır BC-yə. Həmçinin yəni mail həm də proyeksiyası da həm BC-yə perpendikulyar olacaq. Yəni AK da perpendikulyardır BC-yə. Yəni bax burada perpendikulyardır. Qabaqcadan dedik AD də perpendikulyardır müstəviyə. Müstəviyə perpendikulyardırsa bu buradakı düz xətlərin hamısına perpendikulyar olacaq. Həmçinin də AK-ya perpendikulyar olacaq. İndi buradan nə qaldı? 5 kök altında 6 düzbucaqlı üçbucaq yaranıb. AK-nı müəyyən edə bilərik ki, düzbucaq təpəsindən çəkilmiş hündürlük və yaxud heç oradan yox. Yəni bura A kök altında 2-dir də BC. Əgər katetlər AA-dırsa, BC nəyə bərabərdir? A kök altında 2-yə. Onda SK neçəyə bərabər olar? SK bunun yarısıdır da. Bərabər yanlı üçbucaq olduğu üçün AK BC-nin demək həm də medianıdır da. Demək neçədir? Hədə bərabər yanlı çəkilmiş hündürlük, düzbucaq təpəsindən çəkilmiş hündürlük həm mediandır, həm də özünə bərabər parçalar ayırır. Bura A bölək kök altında 2-dirsə, onda AK özü də əgər SK A bölək demək A kök altında 2 bölək 2 SK əgər ona bərabərdirsə, AK da elə, yəni median da düzbucaq təpəsindən çəkilmiş median özünə bərabər parçalar ayırır. Yəni AK özü də A kök altında 2 böl 2-yə bərabərdir. Yəni bura A kök altında 2 böl 2-dir. Onda bax ADK üçbucağından üçbucaq ADK-dan nə alırıq? Demək A kvadrat üstə gəl bu AK-nın kvadratı bərabərlik betonuzda 5 kök altında 6-nın kvadratına. A kvadrat üstə gələk, yəni AD kvadratı üstə gəl AK kvadratı, AK A kök altında 2 bölək 2-nin kvadratıdır, bərabərdir DK-ya. DK da ki, verib bizə 5 kök altında 6, bunun kvadratı. Bu A kvadrat üstə gələk, burada 2, burada 4, 2-də A kvadrat bölək 2 alınır, bərabərdir 25 vuraq 6. 25-i 6-ya vuranda 150 eləyər. 2-yə vursam hər tərəfi 2A kvadrat üstə gəl 2-lər gedəcək A kvadrat 3A kvadrat olacaq burada. Bərabərdir. 25-i 6-ya 150 2-yə vursam 300. Onda A kvadrat 3-ə bölsəm hər tərəfi 100-ə bərabərdir. A bərabərdir 10-a. Yəni bu katetləri 10 tapdım. Piramidanın elə hündürlüyü A-ya bərabərdir. Yəni AD bərabərdir A-ya, o da 10-a bərabərdir. Cavab olacaq B variantı. Üçbucaqlı DA yan tili ABC oturacaq müstəvisinə perpendikulyardır. D təpəsinə BC rüsətlə məsafə 8 kök altında 6 cm olsa piramidanın hündürlüyünü tapır. Bir dənə dəyişən yenə 8 kök altında 6-dır. Burada 5 kök altında 6-dır. Eyni şeydir. Yaxşı. Bu olsun o düzbucaqlı üçbucağımız. Yəni, düzbucaq təpəsi olsun bura. Buradan hündürlük qaldırılıb DA yan tili ABC oturacaq müstəvisinə perpendikulyardır. Aha, buna perpendikulyardır. Birləşdirək digər uclarla bu piramidamızdır. Bir tili demək oturacaq müstəvisinə perpendikulyardır. Biraz dedik, bax bura demək A nöqtəsidir. Bu D. Demək AD AB-yə bərabərdir, o da AC-yə. Yəni bura AB-yə A desəm, o AC-yə bərabərdir, həmçinin AD-yə də. Yəni bunlar üçü də eyni bir
ədədə bərabər. D təpəsindən BC düz xəttinə qədər məsafə. D-dən, yəni BC-yə çəkilmiş perpendikulyar. Perpendikulyar. Verib onu 8 kök altında 6. Demək, A ilə birləşdirsən, bura bir K deyim. A ilə K-nı birləşdirsən, bu da olur nə? DK-nın mailinin elə bir ki, proyeksiyasıdır. O da həmçinin BC-yə perpendikulyar olacaq. Qaydadan bilirik ki, mail əgər düz xətt, müstəvi üzərindəki düz xəttə perpendikulyardırsa, onun proyeksiyası da həmin düz xəttə perpendikulyardır. Yəni, burada 90 dərəcədir. Bizdən nə soruşur? Hündürlüyü, piramidin hündürlüyü A-nı tapacaq da. Bayaq dedim ki, yəni, bərabər yanlı ABC üçbucağıdır. Demək, bura A, bura A-dırsa, bu BC A kök altında 2-dir. Yəni, SK isə A kök altında 2 bölü 2. Demək, bu həm də median olduğu üçün bərabər yanlı üçbucaqda, yəni hündürlük həm də mediandır da. Medianın xassəsinə görə burada A kök altında 2 bölü 2-dir. Demək, həmin bu AKD üçbucağından yazarıq. A kvadrat üstə gələk. Bu A kök altında 2 bölü 2-nin kvadratı bərabərdir. 8 kök altında 6-nın kvadratı. Bu da eləyər. Demək, oldu nə? A kvadrat üstə gəl A kvadrat bölə 2 bərabərdir. 64 vuraq 6. Bu eləyəcək 3A kvadrat bölə 2. 2-ni də bura vuraq. Yəni 3A kvadrat bərabərdir. 2 vurulsun. 64 vuraq 6. 3-dən 6 ixtisar gedər. 2 qalır. A kvadrat nəyə bərabərdir? 2 ilə 64-ün kök altından nə çıxar? 2 yox, 4. Yəni 2 vuraq 8-dən, yəni 16. Tapdıq ki, 16-ya bərabərdir. Oturacağı ABC olan düzgün bucaqlı SABC piramidasında SA2AB olarsa, apofimlər arasında bucağı tap. Həmin piramida olsun bu. Demək nədir? Demək, bu olsun S, A, B, C. Demək, S, A, 2AB-dir. AB-yə bir A desək, bu 2A-dır. Yəni, oturacağı düzgün üçbucaqlıdırsa, demək, tərəflərin hamısı A-dır. Onun apofimləri arasında bucağı tapın. 2 dənə apofim götürək. Bax, S təpəsindən çəkdik perpendikulyarı BC-yə, birini də çəkək AC tərəfinə. Bu oldu bunların apofimlər. Bunlar arasında qalan bucağı soruşur. Ta ki, bura bir fi bucağı desək, onu soruşur. Biz bunu birləşdirsək, yəni düzgün üçbucaq olduğu üçün tərəflər bərabərdir, tillər də bərabər olacaq. Apofimlər də bərabər yanlı üçbucaq təpəsindən çəkilib də, elə bir ki, bir növ tərəfi yarı böləcək. Apofimləri tapsaq, biz bucağı tapa bilərik. İndi, bax, mərkəzə düşdü də, AC-nin mərkəzinə düşür və həmçinin də BC-nin mərkəzinə və bu nöqtə. Apofim, demək, onda nə olur? Orta xətt olur da bu. Yəni, əgər AB A-dırsa, bax, bu M-in adlandırsaq, bax, buranı. M-in nəyə bərabərdir? Elə bir üçbucağın orta xəttidir də, A bölə 2-yə. M-in A bölə 2 oldu. Və həmçinin AM nəyə bərabərdir? AM də A bölə 2-də, yəni bax, tillər bərabər olduqda, əgər oturacaq düzgün üçbucaqdırsa,
tillər bərabər olacaq. Tillər bərabər olanda bərabər yanlı üzlər, demək bərabər yanlı üçbucaq əmələ gətirir. Apofemlər də həm də nədir? Mediandır da. Yəni A bölə 2-dir. AM A bölə 2-dir. İndi bax, buradan apofemi tapa bilərikmi? Buna HA yazıram. H apofem nəyə bərabərdir? Bizdən nəyə soruşur? HA apofem bərabərdir. Yəni, bax, bu düzbucaqlıdır da. Düzbucaqlı üçbucaqdan. SA M üçbucağından. H apofem bərabərlik kök altında hipotenuzun kvadratı 2A'nın kvadratı çıxılsın A bölə 2-nin kvadratı. Dörd A kvadrat çıxaq A kvadrat bölək 4. Yaxşı, bu olacaq nə? 16 A kvadrat çıxaq A kvadrat. Yəni kök altında 4-də 15 A kvadrat. Buradan kökdən A bölə 2 çıxar. Kök altında 15 qalacaq kökün altında. Demək, apofemi tapdıq bunu. Digər apofem də eynidir də. Yəni, bu birisi tərəflər də eynidir. Yəni, burada A bölə 2 kök altında 15-ə bərabərdir. Bax, bu SN apofemi. Yəni, bax, SN, bu da bərabərdir SM. İndi bu, bax, bu üçbucaqdan, bu göy rəngdə çəkdiyimiz bu üçbucaqdan biz kosinuslar teoremi tətbiq eləsək, buradan fi'nin kosinusunu tapa bilərik. Elə baxırıq, cavablarda da kosinuslarla ifadə olunur. Yəni, oradan tapa bilərik. Kosinuslar teoremi necədir? Tərəfin kvadratı, digər tərəflərin kvadratları cəmi ilə onların hasilinin kimisinin və bunlar arasında qalan bucağın kosinusuna bərabərdir. Yəni, bax, tərəfin, həmin bu fi bucağının qarşısındakı tərəfin, qarşısında MN-dir, MN də A bölə 2-dir. Yəni, A bölə 2-nin kvadratı bərabərdir. Digər tərəflərin kvadratları, yəni, digər tərəflərdə apofemlərdir. A bölə 2 kök altında 15, onun kvadratı. Bu eləyəcək də, yəni, A bölə 2 kök altında 15. Bundan 2 dənədir. Bərabər yanlıdır da. Vuraq 2. Bir dəqiqə, bunu mən niyə belə yazdım? Demək, A bölə 2 kök altında 15-in kvadratı vurulsun 2. Yəni, cəmi çıxılsın. Bunların hasili və aralarında qalan bucağın kosinusu. 2 vurulsun. Demək, bunların hasili A bölə 2 kök altında 15 vuraq. A bölə 2 kök altında 15. Bunlar arasında qalan bucaq da fi'dir. Kosinus fi. İndi buradan A bölə A kvadrat bölək 4 oldu bu. Sonra A kvadrat burada nə alınır? Vuraq 15. 4 edir. 4 ilə 2 ixtisar edib bölək 2. Elə 4 saxlayaq bəlkə. Vuraq 2, bölək 4. 4-ə ixtisar edə bilərik. Çıxılsın. Bax, burada da 15 eləcək. 2 vuraq 15 A kvadratı bölək 4. Vurulsun kosinus fi. Demək, ixtisar etsək, A kvadratına bölərik. 4-ə də vursaq hər tərəfi. Qalır nə? Qalır belə bir şey. 4-də 1. Yer tapa bilmədik deyəsən. Bax, burada qalır 1. A kvadrat 1 bərabərdir. 15 vuraq 2, 30 çıxılsın. Burada da 30. Yəni, bax, elə bir A kvadratına bölürük. A kvadratlar getdi. Hamısında A kvadratı var. 4-ə vursam hər birini, 4-lər də gedəcək. Qalır burada da 30. Vuraq kosinus fi. Demək, bu 30 kosinus fi'ni sola keçirdirəm. Biri də sağa 29 olur. Kosinus fi bərabərdir nəyə? 29 bölək 30. Buradan da fi nəyə bərabərdir? Arkosinus
29 bölək 30-a. Yəni cavab olacaq C variantı. Oturacaq ABC-nin düzgün üçbucaqlı S-ABC piramidasında S4 onun apofemləri arasında bucağı tapın həmin misaldandır. Yaxşı. SA 4AB-dir. Fərz edək ki, A, B, C üçbucağı düzgün özdə üçbucaqdır. Yəni tərəfləri bərabərdir. SAB, bu da S olsun, bu da S. SA 4AB-dir. AB-yə bir A desək, yəni tərəfləri A-dır da, bərabər tərəfli olduğu üçün hamısı A-dır. Ona SA deyir, 4AB-dir, 4A-dır. Onun apofemləri arasında bucağı tapın, yenə bayaqki kimi. Apofemlər çəkək, tərəflər, iki üzünün arasındakı bucağı deyir də, yəqin ki, bunları birləşdirsək, dediyim kimi bu tərəf tillər, yan tillər də bir-birinə bərabərdir. Oturacaq düzgün olduğu üçün. Onda bu A bölə 2 olur. Tutaq ki, bura bir MN desək. MN A bölə 2-dir. Bir tərəfi bu. Apofemlər nəyə bərabərdir? Demək, AM də yəni tillər bərabər olduğu üçün üzlər də bərabər yanlı üçbucaqlardır. AM də A bölə 2-dir. Bir tərəf hipotenuzu 4A, bura 90 dərəcə. ASM üçbucağına baxsaq, yəni buradan bu apofemi tapa bilərik. Apofemi bir HA deyək, yəni HA nəyə bərabərdir? Kök altında 4A-nın kvadratı çıxılsın A bölək 2-nin kvadratı. 16A kvadrat çıxaq A kvadrat bölək 4 və bərabərdir kök altında 64A kvadrat çıxaq A kvadrat 63 edəcək. 63 demək A kvadrat bölək 4. Buradan nə alındı? Alındı belə bir şey. Yəni A bölək. Elə belə də saxlayaq bəlkə. Apofem ilə oldu bu. Onsuz da kvadratları lazım olacaq bizə. Bunu açmağa, kökdən çıxartmağa ehtiyac yoxdur. Yəni apofemimiz budur. Biri SM və SN. Yəni SM və SN bərabərdir buna. Yaxşı. Demək, buradan da bax, bizə fi bucağını deyir də, apofemlər arasında qalan bucaq. Bu da, yəni, kosinuslar teoremini tətbiq edək. Qarşı tərəfin, yəni A bölək 2-nin kvadratı bərabərdir. Bu apofemlər kvadratları cəmi, bunların kvadratı elə kökə atarıq. Onlar nə? 63A kvadrat bölək 4 üstə gələk. 63A kvadrat bölək 4, yəni apofemlər eynidir. Çıxılsın, bunların hansının kimisi 2 vuraq, 63 vuraq A kvadrat. O da 63 vuraq A kvadrat. Yox, A kvadrat yox. Bunlarda kvadratına vurmuruq ki, özlərinə vuruq. Yəni kök altında olacaq bunu. Olsun. A kvadrat bölək 4 bölək 4. Bunun kök altına yazıram. Vurulsun kosinus fi. Burada oldu. A kvadrat bölək 4 bərabərdir. Bu eləyəcək. 4 2 vuraq 63 A kvadrat üstə gələk. Üstə gələk yox, çıxaq.
2 vurulsun. Buradan 63 çıxar kənara. Həm də 4. Bir də a kvadrat. Vurulsun kosinus fi. İndi 4'ə vursam 4'lər gedəcək. A kvadratına bölsəm bərabərsizliyin sol və sağ tərəfini a kvadratlar da gedəcək. Yəni yerində qalır 1. Burada qalır 2 vuraq 63. Eləmi? 2 vuraq 63. Elədi neçə? 126. Demək çıxılsın. 2 vuraq 63. 126 da burada. Vurulsun kosinus fi. 126 kosinus fi bərabərdir. Bunu sola, biri sağa keçirsəm 125. Yəni kosinus fi bərabərdir 125 bölək 126. Bu da yəni fi nəyə bərabərdir? Arq kosinus 125 bölək 126. Bu da hansı cavabdır? A variantı. Düzgün üçbucaqlı piramidin oturacağın tərəfi ilə apofenin uzunluqları eynidir. Oturacağı bitişik ikiyüzlü bucağı deyir. Tapın. Yaxşı. Bu düzgün üçbucaqlı piramid olsun. Oturacağı A, B, C-dir. Yəni tərəflər bir-birinə bərabərdir. Tərəfləri A adlandırsaq, deyir ki, apofenin uzunluqları eynidir. Bir üzündən bir apofen çəkək. Tutaq ki, bu sağ üzündən BC perpendikulyar çəksək, bu olur apofen. O da A-ya bərabərdir. Yəni, bu da A-ya bərabərdir. Oturacağı bitişik ikiyüzlü bucağı tapın. Demək, ikiyüzlü bucaqdan söhbət gedirsə, apofen söhbəti gedirsə, demək, bu hündürlük daxilə çəkimi çevrən radius olacaq da. Elə, yəni, ondan istifadə eləyəcək. Hündürlüyü çəkdik və birləşdirdik bu apofemin ucu ilə. Yəni, bu mərkəz hara oldu? Bu mərkəz daxilə çəkimi çevrən radiusu, yəni həmin üçbucağın daxilinə çəkimi çevrən radiusu olur. Buradakı hündürlükdür də bu H. Hündürlüyü 90 dərəcə müstəviyə perpendikulyardır. Bu bucağı oturacaq bir şey ikiyüzlü bucaq soruşur və bunu soruşur. Yəni buna bir fi desək, bu ikiyüzlü bucağı soruşur. Biz bilirik ki, əgər tərəflər A-dırsa, oturacaqda üçbucağın onun daxilinə çəkimi çevrən radiusu tapılır bu düsturla da. A bölək 2 tangens 180 dərəcə bölünsün n düsturu ilə tapılır. N burada bucaqların sayı 3 bucaqlıdır. Yəni, bu bütün çox bucaqlar, düzgün çox bucaqlar üçün bu düstur keçərlidir. Demək, tərəf A bölək 2 vurulsun. Tangens 60 dərəcə. Tangens n bölək 3-də, yəni 3 bucaqlı daxil. 6 bucaq olsaydı 6-ya bölərdik. Demək, 60 dərəcə, tangens 60 dərəcədə kök altında 3-ə bərabərdir. Yəni, bax, bu R oldu 2 kök altında 3. İndi həmin üçbucağa baxaq, bu göy üçbucağa, düzbucaqlı üçbucaqda bitişik katetin betonca nisbəti bizə kosinus fi'ni verəcək. Yəni, kosinus fi bərabərdir R-in A-ya nisbəti. R-dəki A bölək 2 kök altında 3-dür, bölək A. 2 kök altında 3 düşər bu məxrəcə, A-lar da gedər. 1 bölək 2 kök altında 3 olar. Bunu gəlin məxrəcini irrasionallıqdan qutaraq. Burada 3 vuraq 2, 6 alınar məxrəcdir. Sürətdə də kök altında 3 olacaq. Yəni, fi bərabərdir. Arq kosinus kök altında 3 bölək 6. Cavab D. Düzgün üçbucaqlı piramidin oturacağın tərəfi ilə apofemin uzunluqları eynidir. Hündürlük ilə apofemin əmələ gətirdiyi bucağı deyir tapın. Yenə üçbucaqlı piramida. Oturacağın tərəfi ilə apofenin uzunluqları eynidir.
Yəni oturacağın tərəfini A adlandıraq, onda apofen də A-dır deyir. Hündürlük ilə apofenin əmələ gətirdiyi bucağı tap. Gəlin hündürlük çəkək. Hündürlük hara düşəcək? Daxilə çəkilmiş çevrənin radiusuna, çevrənin mərkəzinə və həmçinin xaricə çəkin. Çünki düzgün üçbucaqlıdan söhbət gedir də. İndi burada birləşdirsək, yəni bu daxilə çəkilmiş çevrənin radiusu olacaq. R. Burada 90 dərəcə düzbucaqlı üçbucaq alınıb. Yaxşı, sonra bizə bax, fini soruşur da, gətirdi. Yox, hündürlük ilə apofenin əmələ gətirdiyi bucaq. Yəni, bax, tutaq ki, bax, bu bucağı deyir də, bax. Tutaq ki, deyəndə, bax, hündürlüklə apofenin əmələ gətirdiyi bucağı fi adlandırsaq, onu soruşur. Burada qarşıdakı katetin hipotenuza nisbəti, bu da sinusu verir də. Yəni, sinus fi nəyə bərabərdir? Qarşıdakı katet, yəni R-in A-ya nisbətinə. Fi bərabərdir. Yəni, burada R-in yerinə R-i tapmamışıq. R dedik, hansı düsturla tapılıb? Daxilə çəkilmiş çevrənin radiusu. Demək, A bölə kök altında 3-dür də. Yoxsa, yox, 2 kök altında 3. Yəni, A bölək 2 tangens 80 dərəcə bölək n. O da, yəni, 2 kök altında 3 olacaq. Yəni, bunu indi qoysaq yerinə A bölək 2 kök altında 3A, yəni 1 bölünsün 2 kök altında 3 alındı. Bunu da kök altında 3-ə vurub bölsəm, alacaq kök altında 3 bölək 6. Onda fi bərabərdir. Arc və kosinus idi. İndi sinus olacaq. Arc sinus kök altında 3 bölək 6. Əgər bu bucaq arc kosinus kök altında 3 bayaq tapmışdıqsa, təbii ki, yəni yuxarıdakı bucaq 90 dərəcə minus həmin bucaqdır da, o da bizə arc sinus kök altında 3 bölək 6-nı verir. A variantı. Oturacağın diaqonalı 16 kök altında hündürlüyü 14 olan düzgün 4 bucaqlı piramidanın yan tilini tapmaq lazımdır. Oturacağının diaqonalı demək nə verib? 16 kök altında 2. Yəni, düzgün 4 bucaqlı deyirsə, oturacaq kvadratdır. Diaqonallar bir-birinə bərabərdir. Diaqonalları kəsişdirdim. Demək, hündürlük də hara düşəcək? Düz diaqonalların kəsmə nöqtəsinə. Oturacağın diaqonalı 16 kök altında 2-dir. Yəni, yarıya qədər bilirik ki, kəsmə nöqtəsində yarıya bölünür. 8 kök altında 2 solda olacaq. Ya solda, sağda fərqi yox. Yəni, diaqonal yarıya bölünür. 8 kök altında 2 bura olsa, hündürlüyün də 14 verib. Yəni, bu düzbucaqlı üçbucaqdan piramidanın yan tilini tapa bilərik. Yan tilinə x desək, yəni x-in kvadratı nəyə bərabərdir? 14-ün kvadratı üstə gələk 8 kök altında 2-nin kvadratına. X kvadrat bərabərdir 196 üstə gələk 8 kök altındakı 64 vuraq ki 128 bərabərdir. Demək, neçə eləyəcək? 4 bura. 1 yadda 9-dan 2, 11, 12. 1 yadda 1 ilə 1, 2, o da 3. 324, yəni o da nəyin kvadratıdır? 18-in. Demək, tapdıq tili 18. Hündürlüyü, yəni bildik ki, hündürlük hara düşür? Oturacaq düzgün çox bucaqlıdırsa, yəni kvadratdır da, düşür diaqonalların kəsişmə nöqtəsi. Oturacağın tərəfi 8-dirsə, 8 verib.
Əgər bura 8, bura 8 isə diagonal neçə olur? 8 kök altında 2, yarıdan bu tərəfə 4 kök altında 2 olacaq da. Buradan bura qədər 4 kök altında 2. Yəni bura O desəm, bura S, bura bir A desəm, SOA üçbucağına bir dənə verib, hündürlüyündə 7 verib. Bu üçbucaqdan, üçbucaq SOA-dan, düzbucaqlı üçbucağından katetlər verilib. SA-nı tapa bilərik. Tili, yan tili deyə tapın. Kök altında katetlər kvadratları cəmi. 7-nin kvadratı üstə gələk. 4 kök altında 2-nin kvadratı. 49 üstə gələk. 16 vuraq 2, 32, da 81 eləyər. Ondan da 9 çıxar. Yəni til oldu 9. Piramidasında bütün yan tillər oturacaq müstəvisi ilə eyni bucaq əmələ gətirir. SA 18 olarsa SB, SC tillərin uzunluqları cəmini tapın. Onu deyim ki, bu mahiyyətdə düşmüşdü bloka. Amma orada düzbucaqlı üçbucaq idi. Amma mahiyyət eynidir. Demək, piramidasının bütün yan tilləri oturacaq müstəvisi ilə eyni bucaq əmələ gətirir. Yəni, eyni bucaq əmələ gətirirsə, yan tillər demək, yəni bunu böyüdüm. S təpəsindən biz əgər hündürlük çəkəsi olsaq müstəviyə, o hara düşür? Daxilə çəkilmiş çevrənin radiusunun belə çevrənin mərkəzinə düşür. Demək, eyni bucaq əmələ gətirir, deyir. Gəlin, bax, hündürlük çəkək bir dənə. Yəni, bu, həmin üçbucağın daxilinə çəkilib. İndi, oturacağı bizdə verib burada istənilən üçbucaq. Eyni bucaq əmələ gətirir. SA 18-dir. İndi, yan tillər oturacaq müstəvisi ilə eyni bucaq əmələ gətirdiyi üçün, bax, gəlin, birləşdirək yan tillərlə. Elə bir ki, daha doğrusu, daxilə yox, xaricət yan tillər əgər eyni bucaq əmələ gətiribsə, xaricinə çəkilmiş çevrənin elə bir ki, radiusudur. Həmin elə bir konus əmələ gətirir də bir növ. SA-nı 18 veribsə, yəni digər tillər də 18 olacaq. Digər tillər də 18 olacaq. 18 olduğu üçün SB və SC-nin də cəmini soruşur bizdən. Tillərin uzunluqları cəmini tapın. Yəni 18, üstə gələ 18 bərabərdir 36. Bütün yan tillər oturacaqsa eyni bucaq əmələ gətirirsə, yəni burada da mərkəz düşəcək, xaricinə çəkim çevrənin mərkəzinə. SA 12 veribsə, SB, SC tillərin cəmi də, yəni SB üstə gələ SC bərabərdir 12 üstə gələ 12, yəni tillər bərabər olacaq da 24. Düzgün üçbucaqlı piramidanın hündürlüyü oturacağın tərəfinə bərabərdir. Hündürlük demək tərəfə bərabərdir. Yan tilin oturacaq müstəvisi ilə əmələ gətirdi. Bucağın tərəzi ölçüsünü tapın. Yan tilin oturacaq müstəvisi ilə. Böyüdək bir balaca bunu. Bax, dedik ki, əgər yan tillər eyni bucaq əmələ gətirirsə müstəvi ilə, o tillər bərabərdir bir-birinə. Və bu hündürlük də və xaricə çəkilmiş çevrənin radiusuna belə mərkəzinə düşür. Əgər indi bizə nəyi verib? Düzgün hündürlük oturacağın tərəfinə bərabərdir. Düzgün üçbucaqlıdır. Yəni AB BC-yə, o da AC-yə bərabərdir və həmçinin, yəni bura A desək tərəflərə, hündürlük də A-ya bərabərdir.
İndi istənilən var SOB üçbucağı və yaxud SOA və yaxud SOC. Yəni, onlardan birini götürsək, tutaq ki, götürək SOB. Üçbucaq SOB-dən. İndi xaricə çəkimi çevirən radiusun hansı düsturla tapırdıq? Və bura R-dir də. OB tutaq ki, R-dir. AO da həmçinin SO. R bərabərdir tərəf bölək 2 demək sinus bu dəfə. Sinus 180 dərəcə bölək N. Düsturu ilə tapılır. Daxilə çəkilmiş tangens idi. Xaricə çəkilmiş sinusdan. Demək, A bölünsün 2 vurulsun sinus 60 dərəcə, yəni kök altında 3 bölü 2 bu da bərabərdir A bölək kök altında 3-ə. Yəni, xaricə çəkilmiş çevirən radiusu bu düsturla tapılır. Daxilə çəkilmiş düzgün üçbucağın tərəfi isə A bölək 2 kök altında 3-dür. Nəysə, indi buradan bizə bu bucağı deyirsə, bu bucağı fi desək, R-i də A ilə ifadə eləyə bilirik. Yəni, qarşıdakı katetin bitişiyə bizə tangensi verər və yaxud kotangensilə də eləyə bilərik. Yəni, tangens fi bərabərdir. Qarşıdakı katetin SO-nun, yəni hərflə yazaq, demək, OB-yə nisbəti. SO-A-dır, tərəfə bərabərdir, hündürlük. Bölək R-ə nisbətdə R-dəki A bölək kök altında 3. Kök altında 3. Vuraq bunun tərsinə də. Kök altında 3 qalxacaq sürətə. Tangens fi kök altında 3-ü alır. Yəni fi'nin 60 dərəcə qiymətində. Yəni fi oldu 60 dərəcə. Oturacağın tərəfindən 3 dəfə kiçikdir. Hündürlüyü oturacağın tərəfindən 3 dəfə kiçikdir. Yəni, oturacağın müstəvizinə gətirdi. Bucağın tərəzi ölçüsünü tapın. Olsun. İndi burada bir də çəkmirəm. Böyüdə də bilərik. Bax, bura 90 dərəcədə SO hündürlükdür. Dedik, bura R-dir. Yəni, xaricə çəkilmiş çevirən radiusu R bərabərdir. Əgər tərəfə biz A desək, deyir ki, hündürlüyü oturacağın tərəfindən 3 dəfə kiçikdir. A bölə 3-dür. A bölə 3 olsun. Yəni, xaricə çəkimi çevirən radiusu bu R, OB nəyə bərabərdir? A bölək kök altında 3-də, bir də onu axtarmayaq. Həmin düsturla da 2 vurulsun, sinus 80 dərəcə bölünsün N düsturu ilə tapılır ki, xaricə çəkilmiş çevirən radiusu buna bərabərdir. Həmin bu üçbucaqdan SOB-dən demək, qarşıdakı katetin hipotenuza nisbəti, belə digər katetə R-ə nisbəti bizə həmin bu fi bucağı kimi adlandırsaq buranı. Onun tangensini verəcək. Tangens fi bərabərdir. Yəni, SO-nun OB-yə nisbəti. SO A bölək 3-dür. OB isə A bölək kök altında 3-dür. Bunu tərsinə vurarıq. Alar gedər, kök altında 3 böl 3 alarıq. Fi bunu 30 dərəcədə alır. Tangens, yəni 30 dərəcədə kök altında 3 böl 3-ə bərabərdir. Oturacağın tərəfləri 4 kök altında 3, hündürlüyü isə 3 olan düzgün 3 bucaqlı piramidin yan tilini tapın. Tərəflərini verib, hündürlüyü 3 olan düzgün 3 bucaqlı piramidin yan tilini tapın. Bu hündürlük piramidanın hündürlüyüdür, yoxsa oturacağın hündürlüyü? Yox, tərəflərim belə veribsə, hündürlüyün verməz, özümüz taparıq da onu. Bu piramidanın hündürlüyüdür.
Yaxşı. Demək, verib 4 kök altında 3'dür tərəflər. Hündürlüyü 3. Bir dənə də hündürlük çəkək. Bərabər tərəfli üçbucaqdırsa, daxilə və xarica çəkilmiş çevrənin mərkəzi olacaq da bu hündürlüyün müstəvi ilə kəsişdiyi nöqtə. Hündürlüyün 3 verib üçbucaq piramidanın yan tilini tapın. Yan tilini deyirsə, xarici çəkilmiş çevrə radiusundan istifadə edəcəyik. Bax, bu R-dir. Bura 3, bura 4 kök altında, yox, 4 kök altında. İndi bu R nəyə bərabərdir? Xarica çəkilmiş dedik ki, A bölək 2 sinus 180 dərəcə bölək n düsturu ilə tapılır. Yəni A 4 kök altında 3'dür. 2 vurulsun sinus 60 dərəcə kök altında 3 bölü 2'dir. 2'lər getdi, kök altında 3'lər getdi. Radius 4'dür. Radiusu 4 tapdımsa, hündürlük 3'dürsə, yan til neçə olacaq? 5 olacaq da. X bərabərliyi 5. Bizdən nə soruşurdu? Piramidanın yan tilini, üçbucaqlı piramidanın yan tilini tap. Hündürlüyü MA 4 kök altında açılan MABC üçbucaqlı piramidasında verib oturacaq 90 dərəcə, yəni düz bucaqlı üçbucaq bir tərəfini verib, ikinci bucaq 60 dərəcə MBC üzünün sahəsini tapın. Belə çəkək də bunu. Bax, oturacağında düz bucaqlı üçbucaqdır. Aha, bu olsun bizim düz bucaqlı üçbucağımız. Bax, buradan görsənir ki, C'dir 90 dərəcə. C bura olsa, A bura. A'dan da MA hündürlüyü qaldırılıb. Yəni MA hündürlüyü qaldırılıb. Aha, qaldırdıq. Burası da M oldu. Bu M-in uclarını digər üçbucağın oturacağı ilə birləşdirsə, bu piramidamız alınır. Bu bizim piramidamız. Yaxşı. İndi biz neyniyək? Nə verib bizə? BC-ni 3 verib. Bax, bura B-dir. Bu da, yəni bura 3'dür. Bu tərəf. Sonra bura 90 dərəcədir, eləmi? Bura 90, çünki MA hündürlüyü deyir axı. Bura 90-dırsa, burada 90'dır. İndi BC 3, BC tilindən keçən ikiyüzlü bucaq. Yəni ikiyüzlü bucaq, yəni bu MBC müstəvisi ilə ABC müstəvisi arasında qalan bucaq deyə nəzərdə tutulur. İndi biz, bax, burada açar bilsiz haradadır, bax, buradadır. Bura 90 dərəcədir. Bax, MC ilə bir mail kimi baxsaq, oturacaq çəkilmiş. AC onun proyeksiyasıdır. Görürük ki, AC BC düz xəttinə perpendikulyardır. Perpendikulyardırsa, proyeksiya perpendikulyardırsa, mail özü də perpendikulyardır da. Yəni, bax, buradan tapırıq ki, MC də BC-yə perpendikulyardır. BC-yə perpendikulyar olduğunu bildik. Yəni, gördük ki, bu düz bucaqlı üçbucağıymış. Bir kateti bəllidir. 3. Bizə başqa nə verib? Bunu verib 4 kök altında 3. Sonra ikizli bucağı necə göstərərdik? Bunun müstəvi ilə. Bura 90 dərəcədirsə, elə buradan göstərə bilirik də. Yəni, bax, həmin ikizli bucaq, yəni A-dan həmin BC-yə perpendikulyar çəkməli, elə perpendikulyar var. Yəni, və həmin MC də, yəni perpendikulyar olmalıdır. BC düz xəttinə 3 perpendikulyar ödənməlidir. Yəni, burada 3 perpendikulyar, elə biri bu, ikisi də bu da. Yəni, həmin o bucaq buradır. İkiyüzlü bucağımız buradır, fi. Fi verib 60 dərəcə. Yəni, 60 dərəcə bucaq qarşısında katet. Bizə bilsək, MC-ni tapsaq,
düzbucaqlı üçbucaqda katetlər bəllidirsə, onun sahəsini soruşur da. MBC üzünün sahəsini soruşur. Yəni sinus 60 dərəcə, fi 60-dır da, bunu 60 yazaq fi'nin əvəzinə. dərəcə bucaq qarşısında katetin MCX desək, hipotenuza nisbəti bizə, yəni üçbucaq AMC-dən sinus 60 dərəcə qarşıdakı katetin hipotenuza nisbəti 4 kök altında 3-ün x-ə nisbətinə bərabərdir. Bu eləyər kök altında 3 bölü 2 bərabər 4 kök altında 3 bölü x. Kök altında 3'ləri sildim. Yəni 2 4-ə vurular, x də bura sürətə 1-ə. Yəni x bərabərdir 8 alarıq. Yəni tapdıq ki, MC də 8 imiş. MC 8-dirsə, həmin o MBC üçbucağının sahəsini tapmış olarıq. Nə bərabər imiş? MC vuraq BC-nin yarısı. Yəni 8 vuraq 3-ün yarısı, o da eləyər 12. Umumluğu müəyyən edin üçbucaqlı prizma. Bu tili, təpələri, üzü və bunların sayını. Demək, birinci prizmadır. Üçbucaqlı prizmada tillərin, təpələrin və üzlərin sayını. Tillər nə cür tapılırdı? 3N düsturu ilə. Oturacaqlardakı tillər, bir də yan üzlərdəki tillər. Demək, yəni 3N düsturu ilə tapılır da tillərin sayı. O da 3 vuraq, üçbucaqlı prizmadırsa 3 vuraq 3, 9. Bu 9 tildir. Varmı? E variantı. Sonra təpə nöqtələri. Təpə nöqtələri oturacaqda 3 təpə nöqtəsi var. 3'ü də yuxarıda da prizmada. Bu da eləyir neçə? 2N düsturu ilə tapılır da. 2N, o da bərabərdir 2 vuraq 3, o da 6. 6 təpə nöqtəsi var, B variantı. Sonra nə qaldı? Üzlərin sayı, yəni M plus. Daha doğrusu, hədə M plus 2 düsturu ilə tapılır da. Yəni 2 oturacaq üzlər nəzərdə tutulur. Bu N-dəki elə yan üzlərin sayıdır. Yəni 3 üstə ilə 2 bərabərdir 5. Bu yoxdur. Birincidən qurtardıq. Keçdi ikinci düzgün tetraedir. Tetraedirdəki, yəni bilirik ki, piramidadır. Tərəflər bir-birinə, tillər bir-birinə bərabərdir. Piramidada tillərin sayı demək N, tillər demək bir oturacaqdakı tillərdir. Bir də ki, yan üzlərdəki tillərdə, yəni 2N düsturu ilə tapılır da. 2N bərabərdir, 2 vurulsun. Neçədir? Düzgün tetra 3'dür də, yəni 6. Bu da elədi neçə? 6. Bu tillərin sayı. Tilləri 6 olan varmı? Yox, yoxdur. Sonra təpə nöqtələri 3'ü oturacaqdadır, biri də təpədə olur 4'də. Yəni M plus 1 düsturu ilə tapılır. O da yəni 3 üstə gəlir 1 bərabərdir 4. 4 təpə nöqtəsi var. Bu təpə nöqtəsi. Bu isə nə idi? Üzlər. Bərabərdir 4 var. Təpə nöqtəsi var. Bu da C variantını yazaq tetraedirə. Üzlərin sayı nə cür tapılır? Üzlərin də sayı 3 dənə yan üzdür, bir dənə də oturacaq. O da yəni bu düsturla tapılır. 4. 4 üzü var. D variantında ora yaza bilərik. Keçək 4 bucaqlıya. Piramida, 4 bucaqlı piramidada demək tillərin sayı
nə cür tapılırdı? 3n düsturu ilə tapılırdı. Yox, piramidadır. 4 bucaqlı piramida. Yəni tillərin sayı 2n düsturu ilə tapılır. 2n. N 4 bucaqlıdırsa 2 vuraq 4 bərabərdir 8. Yəni 8 tili var. A variantı bura uyğun gələcək. O birisiləri yoxlamağa ehtiyac varmı? Üzləri 4, üstə gəl 1, 5 eləyir. O yoxdur. Təpə nöqtələri 4 aşağıda, bir də yuxarıda 5 yoxdur. O da variant. Yəni Y, B, C, D, A oldu. Paralellepipeddə 8 təpə nöqtəsi var. Demək ki, təpə nöqtələri necə tapılır? 4'ü yuxarıda, 4'ü aşağıda paralellepipeddə olur 8. Yəni 8 təpə nöqtəsi var. Yəni A uyğun gəldi. Birincidə. Sonra paralellepipedin tillərinin sayı. Tillərinin sayı 3n düsturu ilə tapılır da 3n. Yəni 3 vuraq 4 bərabərdir 12. 12 tili var, yoxdur variant. Sonra nə? Üzlərin sayı. Üzlərin sayıda 2 oturacaqdır. 4-də yan üz. Eləyir neçə? Yəni n üstə gələk 2. 4 üstə gələk 2 bərabərdir 6. 6 üzü var. Üzü, bu da təpə nöqtəsi. 6 üzü olan varmı? Var, bəli. D variantını yazdıq bura. A, D. İkinci, 6 bucaqlı piramida. Demək, piramidadırsa, təpə nöqtələri 6'sı, yəni n plus 1 ilə tapılır da təpə nöqtələri. Yəni, bu düsturlar yadınızda qalmaya da bilər. Yəni, şəklini çəkib də baxa bilərsiniz və yaxud elə təsəvvürünüzdə canlandırıb da yaza bilərsiniz. Yəni, 6 bucaqlı piramida, 6 dənə təpə nöqtəsi oturacaqda, biri də başda. N plus 1, o da 5 eləyir. Yəni, yoxdur. Sonra bu təpə nöqtəsi idi, eləmi? Sonra tillərin sayı piramidada oturacaqdakı tillər, yan tillər cəmi 2n düsturu ilə tapılır da 2n üstə gələ 2n bərabərdə 2 vuraq 6 bucaqlıqda 6 bərabərdə 12, o da variant yoxdur. Sonra üzlərdəki yan üzlər 6 dənə, bir dənə də oturacaq. N üstə gəl 1 bərabərdir 6 üstə gəl 1 bərabərdir 7. 7 üzü var. Bu da C variantını yazdıq ora. Sonra üçüncü düzgün tetraedir. Dediyimiz kimi, yəni təpə nöqtələri 4 dənədir. Variant var. 4 təpə nöqtəsi var. Var, bəli. E. Sonra tillərin sayı 3 dənə yan til, 3 dənə oturacaq. 2n düsturu ilə tapılır da 2 vurulsun 3 bərabərdir 6. 6 tili var. B variantında yazdım bura. Nə qaldı? Üzləri 3'ü yan üzdür. Biri də oturacaq. O da olur 4 dənə. 4 üz variantı yoxdur. Yəni A-nı da silmişdi. A-nı bura yazmışıq. Oldu A, D, C, Y, B. Onbucaqlı plan, düzbucaq paralel, yan üzləri 3 bucaqdır, oturacağı 3 bucaqdır, oturacağı 35 diagonalı var, 28 diagonalı var, 12 tili var. Demək, birinciyə baxaq, 7 bucaqlı prizma. Bunları çəkib də baxa bilərik. 7 bucaqlı prizma. Yəni belə də nəyi tapmaq lazım? Yan üzləri 3 bucaqlı. Yan üzləri görürük ki 4 bucaqlı, düz bucaqlıdır. Oturacağı 3 bucaqdır? Yox. Oturacağı 35 diagonalı var. 7 bucaqlının görə neçə diagonalı var? Bir təpədən çıxam,
yəni bu düsturu yadda saxlamaq istəyirsə, bir təpədən çıxan diaqonalların sayı n-3-dür. Ondan neçə dənədir? Yəni n dənədir. N bucaq var orada. Yəni n dənədir. Təkrar olduğu üçün 2-yə bölmək lazım. Yəni diaqonalların sayı müstəvi bucağında budur. Burada oturacağı 3 bucaqdır. Oturacağının 35 diaqonalı var. Baxaq görək neçə dənədir burada. n-3 yəni 7 çıxaq 3 4. Buraq 7 bölək 2. Bu da eləyir 14. Oturacağının 28 diaqonalı var. Yəni bu 14 bir oturacağınındır. Bir oturacağınındır. Ancaq ümumilikdə yəni bunun neçə diaqonalı var? n-3 vuraq n düsturu ilə tapılır. Yəni 2-yə bölmürük. 4 vuraq 7 bərabərdir 28. Yəni 28 diaqonalı. Yəni oturacağın diaqonalar ayrı. Bir də var, nədir bu? Prizmanın diaqonalı. Yəni bu oturacaqdan digər oturacağa olan diaqonallardan söhbət gedir. Yəni o da ki n-3 vuraq n düsturu ilə tapılır. O da 28 D variantı birinciyə uyğun gəldi. Oturacağı 3 bucaqdır. 12 tili var, yox. Tili elə yəni tili çoxdur. Oturacaqlarda 7, 3 n düsturu ilə tapılır da. 3 dəfə 7 21 eləyir. O da deyil. Yəni bir dənəsi uyğun gəldi. Birinci belə. Keçdi ikinci 10 bucaqlı piramida. 10 bucaqlı piramida. Bu oturacağı olsun. Bu da yəni bizim piramidanın yan tilləri. Nəysə və s. Yaxşı. Demək, yan üzləri 3 bucaq. Bəli, yan üzləri görürük ki, 3 bucaqdır. Demək, o A variantını yazaq, bu ikinci. Birinciyə hansı aid oldu? 28 diaqonalı var. Bəli, eləmi? Yəni, D. Bunu sildik. Oturacağı yan üzləri 3 bucaqdır. A variantı 10 bucaqlıya daxil elədik. Piramidaya. Sonra diaqonalları sayaq. Oturacağına görə neçə diaqonalı var? Əgər demək oturacağı neçə bucaqlıdır deyir? 10 bucaqlıdır. n-3 vuraq n bölək 2 düsturu ilə tapılır. Bir dənə oturacaqdır. 10 çıxaq 3 7 vuraq 10 bölək 2 bu da eləyər 35. Yəni 35 deyə oturacağın 35 diaqonalı var. Demək bu A, bu da C oldu. 12 tili var, yox. 10 bu. 10 da aşağı 2 n düsturu ilə tapılır da. Tillərin sayı 12 deyil, çoxdur. Oturacağı 3 bucaqdır, yox. Keçdik, demək, üçüncüyə düzbucaqlı paraleliped. Paralelipeddə oturacağı bilirik ki, 4 bucaqlıdır. 3 bucaq olan yoxdur. Sonra tilləri 3 n düsturu ilə tapılır. 3 vuraq, yəni paralelipeddə 4 bucaqlıdır da. 4 bərabərdir 12 tili var, E variantı. Demək, oturacağı 3 bucaq olan yoxdur. Yəni oldu DACY. Uzunluğu müəyyən 9 bucaqlı prizma, 12 bucaqlı piramida, düz bucaqlı paraleliped, yan üzrə 4 bucaqlı deyil. Oturacağı 54 diaqonalı var. Yaxşı. Birinci baxaq 9 bucaqlı prizma. Yəni prizmanın tillərinin sayı nə cür tapırdıq? Yəni oturacağı 4 bucaqlıdır olmağa, buna aid olmayacaq. Diaqonalı oturacağının 54 diaqonalı var. Yəni əgər
9 bucaqlıdırsa, n-3 1 oturacağı saysaq, bölək 2 bərabərdir. Yəni 9-dan üçün 6, n-2 9-da bölək 2 bərabərdir 27. Yəni 1 oturacağın ki 27-dir, amma burada birini deyir də, oturacağının 54 diagonalı var. İkisinki 54 eləyəcək. İndi onu bilmirəm, nəyi nəzərdə tutur. İndi baxarıq da sonra. Sonra 27 tili var. Çox güman ki, o piramidaya aid olacaq. Tillərin sayını biz prizmada nə cür sayırıq? Yəni 3n düsturu ilə də 3 vuraq 9 bərabərdir 27. 27 tili var. C variantını yazdıq bura. Sonra bir dənə sorğun gəldi də. Sonra ikinci. On iki bucaqlı piramida. Piramidanın tilləri yan 12 üstə gəl 1 n plus 2 düsturu ilə tapılır. N plus 1 yox, tillərin sayı oturacaqda və yan üzlərdə tillər eyni saydadır. 2n düsturla tapılır. 2 vuraq 12 bucaqlı. 12 o da eləyər 24. 24 tili var, yoxdur o variant. Sonra başqa nə var burada? Yan üzləri 4 bucaqlı deyil. Piramidada 3 bucaqlıdır da 4 bucaqlı deyil. Bəli. Demək bu uyğun gəlir də. 3 bucaqlıdır. A. Düz bucaqlı bir də tillərin də sayını oturacağım 54 diagonalı var. 12 bucaqlığa görə neçə diagonal var? n-3 bıraq n bölək 2. Yəni 12 çıxaq 3 9 bıraq 12 bölək 2. 6 dəfə 9'um 54. 54 diagonal. Bu B variantı bura aid imiş. Düz bucaqlı paraleliped. Düz bucaqlı paraleliped. Yaxşı, demək, üçüncüdə düz bucaqlı paraleliped. Tillərin sayı 3n'dir. 3 bıraq n, yəni 3 bıraq 4, 12. 12 dənə tili var. D variantı. 14 tili olan olmadı. Yəni oldu cavab C, A, B, D. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlar düzgün 8 bucaqlı piramidar. Bütün tillərin uzunluqları cəmi 44. Aha, bir dənə 8 bucaqlı piramida çəkək. Bu olsun bizim 8 bucaqlı piramidamız. Yaxşı, bu piramidamız. Demək, yan üzü 3 bucaqlıdır. Bütün tillərin uzunluqları cəmi 44'dür. Gəlin belə eləyək də. Bax, tərəflər düzgün deyir də. Tərəflər demək eynidir. Həmçinin yan tilləri də A adlandırdıq. Yan tilləri də B adlandıraq. Bunlar da bir-birinə bərabərdir. İndi deyir ki, bütün tillərin uzunluqları 44. Neçə dənə yan tili var? 8 dənə də. 8 dənə B. 8 dənə də oturacağın tili var. 8A. Bütün tillərin cəmi 44. 4'ə 8'ə bölsəm, yəni A üstə gələk B bərabər nəyə? 11 bölək 2'yə də belə alınır. Yəni A üstə gələk B cəmi buna bərabərdir. Piramida bir yan üzünün perimetri 7'dir. Bir yan üzündə 2 dənə, bax, götürək bu qarşıdakı yan üzü. 2 dənə B var. Bir dənə A da, yəni 2B üstə gələk A bərabərdir 7. Buradan A nəyə bərabərdir? 7 çıxaq 2B. İndi bunu aparaq qoyaq burada yerinə. A-nın əvəzinə bunu yazaq, B-ni tapaq. Yəni 7 çıxaq 2B üstə gələk B bərabərdir 11 bölək 2. Bu mənfi B eləyir. Sağa keçirdirəm. 2-də 11-də sola. Yəni 7 çıxaq 2-də 11 bərabərdir B-yə. B bərabərdir 2-də 3 olar. Bu B-ni tapdıq. Oturacağın perimetrini tapın.
Aparıb burada yerinə qoyum mən A-nı tapım. 7 çıxaq 2 vuraq 2-də 3. Yəni 7-dən 3-ün çıxsam 4. A-nı 4 tapdım. Perimetr neçə olacaq? 8 vuraq 4 bərabərdir 32. Düzgün 12 bucaqlı piramidanın bütün tillərin uzunluqları cəmi 42-dir. Piramidanın bir yan üzünün perimetri 5 olarsa, oturacağın perimetrini tapın. Yəni şəkil çəkmirəm. Yəni 12 bucaqlı piramidanın bütün tilləri deyəndə yan tilləri 12 dənədir. Yan tillərə A deyək. Oturacağın tilinə, oturacağın tərəfə, yəni B deyək. 12A üstəgə 12B bərabərdir. Uzunluqları cəmi 42-dir deyir. 6-ya bölsək, yəni 2A üstəgəl B bərabərdir 7-yə. A plus B cəmi bərabərdir 7 bölə 2-yə və yaxud 3/5-ə. Bir bərabərlik belə tapdıq. Piramidanın bir yan üzünün perimetri. Bir yan üzündə 3 bucaqlı şəklindədir də yan üz. Yan tili A adlandırmışıq bu dəfə. Oturacaqda B-dir. Oturacağın perimetrini deyir tapın. Yəni 2A üstəgəl B nəyə bərabər imiş? Perimetri 5 olarsa bir yan üzünün perimetri. Buradan B-ni tapaq. Yəni A-nı da B ilə ifadə edib yaza bilərik. Amma B rahatdır da. 5 çıxaq 2A. Aparıb qoyuram burada B-nin əvəzinə, yerinə. Yəni aparıram bura. Demək, B-nin A üstə gələk. 5 çıxaq 2A bərabərdir 7 bölə 2. Bu mənfi az sağa, 2-də 7-ni sola keçirsəm, A bərabərdir neçə alınır? 5-dən 2-də 7 çıxanda 2-də 3. Bizdən nə soruşur? Oturacağın perimetr. A-nı 2-də 3 tapdımsa B neçə olar? 5 çıxaq 2 vuraq 3 bölə 2. 2-lər getdi. 5-dən 3-ün çıxsam 2. Yəni oturacağın tərəfi olacaq 2. Oturacağın perimetri 12 bucaqlıdırsa, perimetr bərabərdir 12 vuraq 2. Bərabərdir 24. Yan üzləri oturacaq müstəvisi ilə eyni bucaq əmələ gətirən piramidanın oturacaqlı tərəfləri 10, 10 bərabər yanlı üst bucaqdır. Fərz eləyək, həmin piramida budur. Deyir ki, oturacaqları nədir? Bərabər yanlıdır. Fərz eləyək ki, bərabər yanlar bunlardır. Bax, 10 bura olsun, 10 bura. 12 də bu. Bərabər yan olmayan hissə bura olsun. Deyir ki, hündürlüyü 4-dür. İndi bax, bu hündürlük yan üzrə oturacaq isə eyni bucaq əmələ gətirir. Bax, bunu elə belə vermir. Yəni, yan üzlər oturacaq müstəvisi ilə eyni bucaq əmələ gətirirsə, bu deməkdir ki, təpədən çəkilmiş hündürlük gedir, düşür, hara? Daxilə çəkilmiş çevrənin mərkəzinə. Daxilə çəkilmiş çevrənin mərkəzi olur bu. Yəni, əgər tillər eyni bucaq əmələ gətirsəydi, yazsaydı, onda xaricə çəkilmiş çevrənin mərkəzi olacaqdı. Bax, həmin bu hündürlüyün müstəvi ilə kəsişdiyi nöqtə. İndi piramidanın hündürlüyü 4 olarsa, 4 verib. Bizə indi piramidanın yan üzrə təpədən çəkilən hündürlüyünü tapaq. İndi tutaq ki, yəni apofemi deyir də, tap. Təpədən hündürlük çəkibsə, yan üzə. Yan üzlərin təpədən çəkilən hündürlüyünü tap. Aha, bax, bunu birləşdirsəm, bu olacaq, yəni kiçik R, yəni daxilə çəkilmiş, bu üç bucağın daxilinə çəkilmiş çevrənin radiusudur bu, kiçik R. Hündürlük də həmin mərkəzə düşür. Yəni, bura O adlandırsaq, o daxilə çəkilmiş çevrənin mərkəzi buradır. Demək, bura R, bizə başqa, yəni biz indi
Bu eri nə cür taparıq? Biz belə bir düsturumuz var axı. R bərabərdir. S bölək P perimetr. Perimetr yarım perimetrdir. Və yaxud bunu belə də yaza bilirik də. 2S bölək A üstə gəl B üstə gəl C. Bizə A üstə gəl B üstə gəl C də verib, bunun da sahəsini tapa bilərik. Tərəflər verilibsə, elə Heronu tətbiq eləyək. Yarım perimetr nəyə bərabərdir? 10, 10, 12. 10, 10, 12. Demək, 20, 32, yarısı 16. Kök altında 16 vurulsun. 16 çıxılsın 10. 6 eləyər. Mötərizəni nahaq yazdım. 16 vurulsun. Demək, 16 çıxılsın 10. Bir dənə də 6. 16 çıxılsın 12. 4. Bundan kök nə çıxacaq? 4, 2, bir də 6. Yəni, neçə elədim? 8 dəfə 6. 48 elədim. 48 oldu. Yarım perimetr. Yox, yarım perimetr yox. Bu sahədir. Yarım perimetr 16-dır. Sahəni tapdıq 48. İndi qoyaq yerinə yazaq. 2 vurulsun 48 bölünsün. Bunların cəmi 20, 32. 16-ya ixtisar desəm, burada 2 qalır, burada 3. 2-lər də gedir. R oldu 3. Yəni, bax, bu kiçik 3 oldu. Onda, bax, bu yalnız təpədən çəkilən hündürlüyü olacaq neçə? Əgər katetlər 3-4-dürsə, onda bu Pifagora görə 5 olacaq da. Cavab olacaq 5. Kamera bərkidilmiş dron yer səthinin şəklini çəkən zaman yer səthinə paralel uçur. Kameranın obyektivi isə yer səthinə perpendikulyar dayanır. Yerdən 50 metr yüksəklikdə uçan dron sahəsi 3600 kvadrat metr olan kvadrat şəkilli düz ərazinin şəklini çəkə bilir. Əgər dron yerdən 30 metr yüksəklikdə dayanırsa, bu zaman neçə kvadrat metr sahənin şəklini çəkə bilər? Belə çıxır ki, oxşar. Yəni, bax, indi tutaq ki, 30 metr məsafədə bunu çəksək, bu dronu. Fərz edək ki, 30 metr məsafədə çəkir. Burada neçə? Yerdə 50 metr yüksəkdə uçan dron sahəsi bu qədər eləyirsə, çəkirsə, 30 metr məsafədə uçan nə qədər çəkər? Yəni, burada məsafə 50 metrdir, hündürlüyü. Burada isə 30-dur. Buranın sahəsi verib 3600 metr kvadrat. Buranı soruşur. Bu zaman neçə kvadrat sahə şəklini çəkə bilər? Bu, oxşarlıqla elə yaza bilərik də. Yəni, oxşar fiqurlardır. Demək, uyğun tərəflərin nisbəti, sahələr nisbəti, tərəflərinin kvadratların nisbəti olacaq da. Yəni, x-in ona uyğun digər, demək, 3600-ə nisbəti bərabərdir 30-un, yəni kiçiyin böyüyə nisbəti. Burada da kiçiyin böyüyə eləmişdim. 30-un 50-yə nisbətinin kvadratı. Bu da sıfırları silərək, kvadrata 3 əssə 25-də 9. Buradan aldıq nə? X bərabərdir. 9 vuraq. 3600 bölək 25. İndi 25-ə bölsək nə anlar? Bir dəfə 11, 110. Demək, 9 vurulsun. Bir dəfə düşdü. 11-də 110-da 25 4 dəfə, sonra 104 dəfə, eləmi? Deyəsən, belə bir şey alınır. 9 vuraq 144. Bu da bərabərdir nəyə? 9 dəfə 4-üm 6, 3 yadda, 9 dəfə 4-üm 6, o da 3 yadda, 9, 3,
9-a birim 1296 kvadrat metr olar. Əgər düz hesabladıqsa belədir. Kamera və dron yer səthinin şəklini çəkən zaman yer paralel uçur. Yəni yerdən yüksək uçan dron sahəsi, əgər dron yerdən 40 metr yüksəkdə dayanırsa, bu zaman neçə kvadrat metr sahəni, yəni əminki qayda ilə eləyək. Bu elə şəklində çəkək ki, təsəvvürümüz aydın olsun. Demək, nə qədər idi? 60 metr buradır. Sahə olub nə qədər? 8100 kvadrat metr sahəni çəkə bilir dron. Burada 40 metrdə o nə qədəri çəkər? Yəni, onu x-nə adlandırsaq, bunun kiçiyin x-ini böyüyün 8100-ünə bölsək, bərabər kiçiyin 40-ını böyüyün 60-ına bölərik. Onların kvadratları. Yəni, oxşar fiqurlar, demək, sahə olanda kvadratları, həcm olarsa kubları, tərəflər, uyğun tərəflərin nisbəti isə elə, yəni, uyğun tərəflərin nisbəti bir-birinə, yəni, bərabərdir. Yəni, buradan x bərabərdir. Bu sıfırları silək, 2-yə bölsək, burada qalır 3-də 2. Eləmi? 3-də 2-nin kvadratı. Yəni, x bərabərdir. 3-də 2-nin kvadratı 9-da 4 vurulsun 8100. 81, 9-a ixtisar gedir, 9 qalır, 900. 4-də 9-um 36, sıfırlarını da yanına yazıram. 3600 kvadrat metr olacaq. 35-də də 2600 kvadrat metr oldu. Burada bu mövzuya aid olan tapşırıqları da bitirmiş olduq. Güman edirəm, faydalı oldu. Sağ olun.